Səsi eşitdiniz. Sizə demişdim axı, xırçılısı ilə əsəbləri korlayan xiyar turşusu resepti paylaşacağım sizinlə. Qaynatmadan hazırlaya biləcəyiniz bu xiyar turşusunun reseptini hər kəs sizdən öyrənməyə çalışacaq. Xiyarların baş hissəsini kəsib 1 saat suda saxladıqdan sonra suyunu təkrar dəyişib 1 saat da saxlayırıq. Sonra bankalara yığdığımız xiyarların şüydünü, sarımsağını da əlavə edib qaynar su ilə doldururuq. 1 saat qaynar suda saxladığımız xiyarları 1 saatdan sonra suyunu qazana əlavə edib təkrar qaynaması üçün ocağa qoyuruq. Bu arada biz 2 kolluq banka üçün 2 xörək qaşığı duz, 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığının da ucunda okusunu əlavə edib təkrar qaynayan suyu bankalara əlavə edirik. Bu üsulla etdikdə bankaları qaynatmağa ehtiyac yoxdur. Siz hansı üsulla hazırlayırsınız, rəy bölməsində mütləq bizimlə bölüşün. Nə qədər ki payız xiyarının vaxtıdır, bu xiyar turşusunu mütləq hazırlayın. Duzunun sirkəsinin qarışması üçün bankaları biraz silkələdikdən sonra üzü üstə tam soyuyana qədər bir gün isti adyalın altında saxlayırıq. Hazırlayan hər kəsə nuş olsun.